18 yanvar 2026-cı ildir və həftənin bazar günü dəyərli izləyicilər, Trampın İrana hücum planı ilə bağlı son dəqiqə məlumatlarını sizinlə bölüşmək istəyirəm. Əmr verilib, hücum hazırlanıb, Tramp isə son anda imtina edib. Bu barədə Wall Street Journal nəşri məlumat yayıb ki, Amerika prezidenti Donald Trump İrana zərbə endirmək fikrini dəyişəndə hərbçilər artıq İrana hücum planı hazırlamışlar və vitse-prezident Vance və dövlət katibi Mark Rubio kimi yüksək vəzifəli şəxslərlə qeyri-rəsmi brifinqlərdə keçirmişlər. Nəşr iddia edib ki, Trampın çərşənbə axşamı hərbi nazir Pete Hegseth və Birləşmiş Qərargahlar Rəisləri Komitəsinin rəisi general Don Keane də daxil olmaqla yüksək vəzifəli şəxslərlə bəzi planları müzakirə etmək üçün görüşməsi planlaşdırılırdı, lakin o iclasda iştirak etməyib. Amerika rəsmilərinin bildirdiyinə görə çərşənbə axşamı Trump zərbə əmri verməyə meyilli olub və Pentagona İrana zərbəyə hazırlaşmaq tapşırığı da verib. Amerika ordusu prezidentin ertəsi gün zərbə üçün son əmri verəcəyini gözləyirdi. Çərşənbə səhəri isə Amerika ordusu Amerika hava qüvvələrinin bölgədəki əsas komandanlıq mərkəzi olan Qətərdəki Əl-Udeyd hava bazasından bəzi personalı təxliyə edib, lakin Trump alternativ baxışları dinləyib deyə məlumatda qeyd olunub. Amerika rəsmilərinin fikrincə Amerika sadəcə qısa bir hava hücumu ilə rejimi devirəcəyinə əmin deyildi və İranın hərbi və mülki hədəflərin bombalamağın üsyana kömək edib etməyəcəyi də bilinmirdi. Prezidentin köməkçiləri isə bildiriblər ki, Amerikanın qoşunlarını və müttəfiqlərini qoruya biləcək geniş miqyaslı və davamlı hücum aparmaq üçün bölgədə lazımı hərbi aktivləri yoxdur. İsrail və Ərəb ölkələrindəki rəsmilər də Vaşinqtona indi hücum üçün uyğun vaxt olmadığını bildiriblər. Yaxın şərq liderlərinin fikrincə isə İrandakı vəziyyət çox qeyri-sabit idi və etirazlar artıq əsasən yatırılmışdı. Buna əlavə İran hökuməti Amerika hava hücumları nəticəsində çökərdisə, müxalifətə kimin rəhbərlik edəcəyi də bəlli deyildi. Gerçəkdən də Trampın son açıqlamalarında da bu məqam öz əksini tapır. Çünki İran hakimiyyətinin dəyişməsi və Trampdan son dəqiqə İran açıqlamaları da bundan xəbər verir. Çünki Amerika prezidenti Trump İranın ali dini lideri Əli Xameneyi barədə son dərəcə sərt açıqlamalar verib. Musavat.com xəbər verir ki, prezidentin sözlərinə görə İranın mövcud vəziyyətə düşməsinin əsas səbəbi ölkənin pis idarə olunmasıdır. Trump bildirib ki, Xameneyi ölkəni düzgün idarə etmək əvəzinə hakimiyyəti qorumaq üçün minlərlə insanın öldürülməsinə yol verir. Stat, İranda yeni rəhbərlik axtarmağın vaxtıdır və bu adam xəstədir deyib, o öz ölkəsini düzgün idarə etməli və insanları öldürməyi dayandırmalıdır. Onun rəhbərliyi altında İran dünyada yaşamaq üçün ən pis yerlərdən birinə çevrilib deyə Donald Trump vurğulayıb. Amerika prezidenti əlavə edib ki, istənilən dövlətin hətta çox aşağı səviyyədə bir fəaliyyət göstərə bilməsi üçün rəhbərlik zorakılığa deyil, səmərəli idarə etməyə fokuslanmalıdır. Ölkəni işlək vəziyyətdə saxlamaq üçün isə düzgün idarəçilik lazımdır. Minlərlə insanı öldürməklə hakimiyyəti qorumaq rəhbərlik deyil deyə Trump açıqlamasında bildirib dəyərli izləyicilər.